Məsələ 7. Vəhşi ördək Cənub dənizindən şimala 7, vəhşi qaz isə Şimal dənizindən cənuba 9 günə uçar. Onlar arasındakı məsafə 63 kilometrdir. Ördək və qaz eyni vaxtda qarşı-qarşıya uçarlarsa, neçə gündən sonra görüşərlər. Həlli. Fizikada bərabər sürətli düzxətli hərəkətdə bizə məlumdur ki, aralarındakı məsafə S olan iki cisim qarşı-qarşıya V1 və V2 sürəti ilə hərəkət etdikdə, onların görüşmə zamanı T hər hansı bir S nöqtəsində görüşürlər və o zaman T bərabər olur ümumi yol S bölək V1 plus V2. Və burada da qarşı-qarşıya hərəkət olduğundan, onda bu qaydaya əsasən yazırıq. Bizdə biri 7-dir, biri 9 gündür. Olacaq T bərabərdir. S məsafəsi 63 kilometrdir. Bölünsün 7 plus 9. Bu da bərabərdir 16'da 63. 63 bölək 16 3 dəfə 18 4 13'dən 8'ini 5 1 və aldıq ki bu bərabərdir 3 tam 16'da 15'ə. Deməli vəhşi ördək və vəhşi qaz qarşı-qarşıya uçduqda 63 kilometr məsafədə qarşı-qarşıya uçduqda onların görüşdüyü zaman 3 tam 16'da 5 günə bərabərdir. Yəni vəhşi qazla vəhşi ördək 3 tam 16'da 15 gündən sonra görüşürlər. Cavab 3 tam 16'da 15.